CSS-də mətnin qalınlığını təyin etmək üçün font weight xüsusiyyətindən istifadə olunur. Əsas dəyərlər kimi adi yazmaq üçün normal, qalın yazmaq üçün isə bold dəyərindən istifadə olunur. Paraqraf etiketmə mən gəlib font weight yazdığım zaman buna normal verirəm. Bu default olaraq bu şəkildə gəlir. Paraqraf etiketmə baxdığım zaman paraqraf etiketim font weight 400 şəklində gəlib. Bu rəqəmlərlə də yazılır. İndi buna da baxacağıq. Və buna bold verdiyim zaman isə qalın yazılmış olacaqdır. Bu da rəqəm olaraq font weight 700 şəklində gəlib. Və dediyimiz kimi rəqəmlərdən də istifadə olunur font weight-də. Misal üçün 100 yazdığım zaman bu incə belə deyək, qalınlıq verir. 400 dediyimiz kimi default olaraq 400 kimi gəlir. Bu şəkildə qalınlıq almış olur. Bold isə 700 rəqəmi ilə yazılır və bu şəkildə qalınlıq alır və ən qalını isə 900-dür. 900 də yazdığım zaman bu şəkildə font weight gəlmiş olacaqdır. Ancaq bəzi fontlar vardır ki, misal üçün Google Fonts'da bu linkə tıklayıram. Misal üçün Roboto bütün font weightləri dəstəkləyir. Tutalım ki, 100-dən başlayır və 500, 600, 700, 800 və 900-ə qədər qalınlığı belə deyək dəstəkləmiş olur. Ancaq misal Open Sans bu qalınlığı birini dəstəkləmir. Baxdığımız zaman baxın 800-ə qədər dəstəkləyir, 900 qalınlığını dəstəkləmir. Və yaxud da ki Arial fondu vardır ki, bu da normal və bold qalınlıqları dəstəkləyir, ancaq digər rəqəmləri dəstəkləmir. Burada misal üçün 30 yazdığım zaman 30 rəqəmi olmadığına görə browser ən yaxın dəstəkləyən rəqəmini, misal üçün 100-ü burada bu şəkildə yuvarlaşdıracaqdır. Və yaxud da ki 157 yazdığım zaman yuvarlaşdıracaqdır və bunun 200 dəyərini bizə verəcəkdir. Bu dərsimizdən də bu qədər. Gələn növbət dərsimizdə görüşənə qədər hələlik.